Salam, bu gün mən sizinlə Dövlət İmtahan Mərkəzinin kimya fənnindən 20 sınaq kitabından sınaq 11-in, yəni ümumi sınağın izahını bölüşəcəm. Birinci sualda bizə verilib metal sülfidi. Onun 48 qramının yanmasından 205 kilojol deməli enerji ayrılır. Tənasüb vursaq yazırıq ki, 45-48 qramından əgər 205 kilojol enerji ayrılırsa, onda metal sülfidinin X qramından 820 kilojol enerji ayrılmış olacaq. Bu 820 də reaksiyadandır. Buradan əgər X-in qiymətini tapsaq, X bərabərdir. Deməli 100, deməli 4-ə vuracaqsa bunu 192. 192 qram olmuş olacaq. Deməli bizə verilən bu reaksiyada metal sülfidin kütləsi 100 deməli burada 192 qramdır və 2 molunun kütləsi 192 qramdır. Onda 1 molunun kütləsi deməli 96 qram olmuş olacaq. Və metal sülfidində 1 molunun kütləsi 96-dırsa, onun 32 qramını kükürt təşkil edir. Yerdə qalan 64 qramını da metal təşkil edir. Metalın nisbi atom kütləsi də 64 olmuş olacaq. Bir də doğru cavab deməli C variantı. Daha sonra ikinci sualda metafosfat turşusunda molekulunda rabitələrin sayı sigma pi x, y ilə işarə olunub. X, y nisbətini hesablayın deyilir. Metafosfat turşusunun ilk öncə molekulunun deməli qrafik formulunu çəkmək lazımdır. Metafosfat turşusu HPO3 şəklində formuluna malikdir, yəni və bir əsaslı olduğu üçün tərkibində bir dənə OH olmuş olacaq. Burada sigma rabitələrin sayı, pi rabitələrin sayını mən göy rənglə işarə edirəm. Pi rabitənin biri buradadır, biri də buradadır. Yerdə qalan digər qırmızı rəngli rabitələr isə deməli sigma rabitə olmuş olacaq. Onda sigma rabitələrin sayı 1, 2, 3, 4 ədəddir. Pi rabitələrin sayı isə 2 ədəddir. X-in Y-ə nisbətdə bizə yenə 2-ni vermiş olacaq. Növbəti üçüncü sual hansı ifadələr doğrudur deyilir. Etandiol 1-2 adi şəraitdə maye halındadır. Bu doğrudur. Gliserin zəhərli maddədirmi? Xeyr. Etilenglikol zəhərli maddədir. Gliserin zəhərli deyil. Şərbətə bənzər bir maddədir. Etandiol 1-2 birli spirtdir. Doğrudur. Gliserin su ilə müxtəlif cinsli qarışıq əmələ gətirir və bu da yanlışdır. Eyni cinsli qarışıq əmələ gətirir. Burada doğru cavab 1-3 olmuş olacaq. Dördüncü sual, deməli, NH4, NaOH, yəni amonium nitrat və natrium nitrid verilib bizə. Alınan maddədə azotun oksidləşmə dərəcəsi. Amonium nitratın parçalanmasından alınırdı bizdə N2O, bir də su. Natriumun azotla reaksiyasından isə natrium nitrid alınırdı, yəni natrium 3N. Burada birincidə oksigen -2, deməli azot müsbət 1 oksidləşmə dərəcəsinə malikdir. İkinci reaksiyada natrium nitriddə natrium müsbət 1, azot -3 oksidləşmə dərəcəsinə malikdir. X və Y-in, yəni müsbət 1-in və -3-ün cəmi bizə -2-ni vermiş olacaq. 4-də doğru cavab C variantı. Növbəti 5-ci sual hansı birləşmənin cis-trans izomeri yoxdur deyilir. A variantındakı birləşmədə cis-trans izomerlik var, çünki burada karbonlara müxtəlif növ bir növ radikallar və ya radikallar birləşib. B variantında da deməli cis-trans izomerlik var, amma C variantında cis-trans izomerlik yoxdur. Burada iki qat rabitənin birləşdiyi karbon atomlarına baxırıq. Baxın, buranı dairəyə alsam əgər, bu karbonları seçsəm əgər, burada əgər CH3 və C2H5 qrupları yuxarı tərəfdə, bromlar aşağıda yerləşsə, onda cis izomer əmələ gələcək. B variantında əgər xlorlar, daha doğrusu hidrogenlər eyni üzdə yerləşsə, müstəvinin eyni üzündə yerləşsə, onda cis izomer əmələ gələcək.
Eyni zamanda C variantda doğru cavab C variantı da yoxdur dediyinə görə doğru cavab C variantıdır. Çünki burada İki qat rabitəli karbonların birinə iki hidrogen atomu birləşdiyi üçün burada strontiyomerliyi əmələ gəlməyəcək. D variantında strontiyomerliyi əmələ gələcək. Buradakı hidrogen və buradakı hidrogen əgər eyni müstəvin eyni üzündə yerləşərsə, sizomer əmələ gələcək. Eyni zamanda buradakı karbonlara birləşən hidrogenlər də eyni üzdə qalarsa, onda sizomer əmələ gələcək. Transizomerliyi də həmçinin. 5-də doğru cavab C variantı. 6-da polimerləşmə dərəcəsi eyni olan polimetil metakrilat və poliizopren üçün deməli eyni olan nədir deyilir. Polimetil metakrilatın formuluna baxdığımız zaman COOCH3 burada şikat rabitə, burada CH3. Polimetil metakrilat dediyinə görə buradakı iki qat rabitə təbii ki olmayacaq. Buradakı iki qat rabitə bu şəkildə açılmış olacaq. Eyni zamanda poliizofrenda burada bir dənə rabitə var. Bir dəqiqə bu səliqəli alınsın. Burada bir rabitəmiz var bizim. Burada da bir metil qrupumuz var. Deməli, eyni olan nədir deyirsə, vulkanlaşa bilməsi xeyr, metil qruplarının sayı yenə eyni olmaz. Çünki burada 2, burada 1 metil qrupu var. Deməli, sp2 orbitallarının sayı eyni deyil. Karbon atomlarının sayı isə eynidir. Həm polimetil metakrilatda, həm də poliizofrenda monomerlərin sayı, yəni polimerləşmə dərəcəsi eyni olanda monomerlərin sayı da eyni olur. Hərəsində eyni sayda karbon atomu olmuş olacaq. 6-da doğru cavab deməli D variantı. 7-ci sual. X maddəsi tətbiq olunur həm natrium şurasının alınmasında, həm də suyun zodluğunun aradan qaldırılmasında. Suyun zodluğunun aradan qaldırılmasında üsullardan biri də soda usulu idi ki, o soda usulunda da biz natrium karbonatdan istifadə edirdik. Eyni zamanda natrium karbonatının üzərinə nitrat turşusu gəldiyimiz zaman natrium nitrat, yəni natrium şorası alınmış olacaq. 8-ci sualda deyilir ki, sikloalkan və alkin verilib, molyar kütlələri eynidir, homoloji sırada yeri. Bunlar bir-birinin siniflərarası izomeri olduğu üçün formulları eyni olacaq təbii ki. Mən nümunə üçün götürürəm C3H6, C3H6. Çünki molyar kütlələri eynidirsə, yəni eyni nümunəni götürməliyəm mən nümunə üçün. Burada nümunəni dəyişib başqa bir maddədə götürmək olar. Başqa bir nümayəndəsində götürmək olar. C3H6 götürdüyüm zaman siklo deməli propan homoloji sıradakı yeri 1-dir, amma propenin homoloji sıradakı yeri isə 3-dür. Yəni A əgər 1-dirsə, X də A plus 2 olmuş olacaq. Daha sonra 9-cu sual. Venn diaqramına uyğun bəndləri müəyyən edin deyilir. Molekulunda metan və propanın müqayisəli xarakteristikasını bizdən soruşur. Molekulunda iki qeyri-polyar kovalent rabitə var. İki qeyri-polyar kovalent rabitə varsa, bu təbii ki propandır. Yəni 1 ikinci şərtə gedəcək. A variantı yanlışdır, C variantı yanlışdır. Molekulunda 4 sp3 hibrid orbitalı var deyirsə, bu deməli metana gedəcək. B variantda yanlışdır. Bucaq quruluşludur. Bunların hər ikisi adi şəraitdə qaz halında maddədir. Yenə də deməli hər ikisi olmuş olacaq. Daha sonra 10. Bərabər kütlədə götürülmüş hidrogen və oksigen reaksiyasından 18 qram su alınmışdır. Hansı maddədə neçə qram artıq qalar deyilir. Reaksiyanı ilk öncə yazaq. Hidrogenlə oksigenin reaksiyasını yazırıq. Əmələ gəlir buradan su. Əmsallaşdırmanı aparırıq. 2 mol hidrogen 1 mol oksigenlə reaksiyaya girdiyi zaman 2 mol da su əmələ gəlir. Və baxırıq buradan. 4 qram 4 qram hidrogen reaksiyaya daxil olur. 32 qram oksigenlə və 36 qram su əmələ gəlir. Bəs bizə verilən 18 qram suyun əmələ gəlməsi üçün nə qədər maddə lazımdır? 16 qram oksigen lazımdır, 2 qram da hidrogen lazımdır. Və əgər bərabər kütlədə götürürüksə həm hidrogeni, həm oksigeni, onda hidrogeni də 16 götürməliyəm, oksigeni də 16 götürməliyəm ki, bunlardan
biri, yəni oksigen tam sərf olunsun, 18 qram su əmələ gəlsin. Oksigenin də 2 qramı sərf olunacaq, 14 qramı deməli artıq qalacaq. E, Yenə də reaksiyadan 18 qram su alınmış olacaq. Deməli, hansı maddə və neçə qram artıq qalar deyirsə, bu da doğru cavab B variantıdır. Deməli, 11-ci sualda qlikozanın qıcğırmasından alınan üzüm maddələrin tərkibindəki karbon atomlarının sayı verilib bizə. Qlikozanın 3 cür qıcğırması vardı. Birinci qıcğırmasından deməli, əmələ gəlirdi etil spirti C2H5OH plus CO2. Burada üzüm maddə C2H5OH olduğu üçün tərkibində 2 dənə karbon olduğu üçün buraya yazıram. Daha sonra əmələ gəlirdi süd turşusu CH3, CH2, COOH, bir OH qrupu da buradadır. Burada da 3 karbon olduğu üçün deməli buraya yazıram. Bir də 4 karbon, tərkibində 4 karbon olan üzvü birləşmədə yağ turşusu olmuş olacaq. CH3, CH2, CH2, COOH. Hansı reaksiyadan qaz alınır deyilirsə, yağ turşusunun əmələ gəldiyi reaksiyadan hidrogen qazı alınır. Bir də karbon qazı, yox, hidrogen qazı alınır. Amma C2H5OH-ın əmələ gəldiyi reaksiyada insan karbon qazı alınır. Burada qaz halında olan maddə həm birinci, həm də üçüncü reaksiyadan alınır. 12-ci sual, hansı reaksiyadan etil benzol alınır? Etil benzolun alındığı reaksiya deməli C variantında verilib. Benzol etilenlə reaksiyaya daxil olduğu zaman etil benzol əmələ gəlmiş olacaq. Digər reaksiyalardan etil benzol alınmır. Mis 2 sulfatın suda məhlulun elektrolizində katodda 0,5 mol maddə alınarsa, onda məhlulda neçə qram sulfat turşusu alınmış olacaq. Deməli, elektroliz prosesinin reaksiyasını biz yazmalıyıq. Daha sonra ona uyğun da hesablamaları deməli, aparmalıyıq. İlk öncə mis 2 sulfatın daha doğrusu, mis 2 sulfatın suda məhlulun elektrolizi prosesini yazıram. Pasiv metal olduğu üçün katodda özü ayrılacaq. Oksigenli turşu olduğu üçün anodda oksigen ayrılacaq və məhlulda da turşu alınmış olacaq. H2SO4. Deməli, burada 2-ni bura yazaq, 2-ni bura, 2-ni də bura yazsaq. 10 oksigen, 10 oksigen, 2 kükürt, 2 mis, 4 hidrogen düzdür. 0,5 mol katodda maddə əmələ gəlir. Katodda əmələ gələn misdir. Əgər 0,5 burada katodda əmələ gəlirsə, onda məhlulda neçə qram sulfat turşusu əmələ gələr, bilmirəm. Amma mən bilirəm ki, 2 mol mis katodda əmələ gələndə 196 qram məhlulda turşu əmələ gəlir. Onda x-in də doğru cavabı buradan bərabər olacaq 49-a. Doğru cavab 49. 14-cü sual, hansı reaksiya getmir deyilir. Silisium H florla reaksiyaya daxil olur, florla reaksiyaya daxil olur, kürlə reaksiyaya daxil olur, qələvilərin məhlulu ilə reaksiyaya daxil olur, amma hidrogenlə reaksiyaya daxil olmur. 15-ci sual, 1 mol doymuş bir əsaslı karbon turşusuna 10 mol karbon turşusunu 10 mol suda həll etdikdə 25%-li məhlul alınıbsa, bu turşu üçün hansı ifadə doğrudur deyilir. Bir dəqiqə, bunu hesablayaq onda. Əgər 10 mol suda həll olunubsa, onda 10 mol suyun kütləsini ilk öncə tapmağa çalışmalıyıq. Deməli, 10 mol suda həll etdikdə 25%-li məhlul alınır. Deməli, bu məhlulun 25%, bizdə karbon turşusudur. Yerdə qalan 75% isə sudur. Su 10 moldur, yəni 180 qram. Suyun 1 mol 18 qramsa, 10 molda 180 qramdır. Əgər 75% 180-sə, onda 25% nə qədər olacaq?
60 qram olmuş olacaq. Deməli, bizim karbon turşusunun 1 molunun kütləsi 60 qramdır. Onda karbon turşularının ümumi formulunu yazıram. CnH 2n plus 1 COOH. Buradan 14n plus 46-nı bərabər edirəm 60-a. Eni 1 tapıram. Eni 1 tapandan sonra eni yerinə qoyuram. Alınacaq CH3 COOH, yəni sirkə turşusu. Bizdən sirkə turşusu ilə bağlı hansı ifadələrin doğru olduğunu soruşur. Oksigenin kütləsi hidrogenin kütləsinə olan nisbəti 8-in 1 olan nisbətidir. Oksigen 2 atomdur, yəni 32 qram. Bölünsün 4 dənə hidrogen olduğu üçün də 4 yazacağam. 32-nin 4-ə nisbəti 8-in 1-ə olan nisbətinə deməli bərabərdir. 1 doğrudur. 1 doğrudur. Gümüş yüzü reaksiyasına daxil olurmu? Olmur. Karbon turşularından yalnız qarışqa turşusu gümüş yüzü reaksiyasına daxil olur. Molekulunda karbon atomlarının 7 hibrid orbitalı var. Doğrudur. CH3 qrupunda sp3 hibrid orbitalı var bir karbonda. Deməli, karboksil qrupunda da karboksil qrupundakı karbonda da deməli sp2 hibrid orbitalı var. 4 sp3 hibrid orbitalı, 3 sp2 hibrid orbitalı, cəmi 7 hibrid orbitalı olmuş olacaq. 3 də doğrudur. Molekulunda qeyri-polyar kovalent rabitə yoxdur deyir, xeyr var. CH3 qrupundakı karbondan karboksil qrupundakı karbon qeyri-polyar kovalent rabitə ilə bir-biri ilə əlaqə saxlayır. Hansı ifadə doğrudur deyirsə, doğru cavab 1, 3 olmuş olacaq. 16-cı sual. 4-cü dövr əlavə yarımqrup elementi olan deməli X atomunda P elektronları bütün elektronların 40%-ni deməli 48%-ni daha doğrusu təşkil edir. 48%-ni təşkil edir. X-in atomunda normal halda cütləşməmiş elektronların sayını müəyyən edin. Biz ümumi olaraq bunları nəzərə almalıyıq ki, element 4-cü dövr əlavə yarımqrupda yerləşirsə, elektron konfiqurasiyasını yazaq. 1s2 2s2 2p6 3s2 3p6 4s2 və 3d x yazıram. Nəyə görə x? Çünki 4s2 3d x olmasının səbəbi odur ki, bunun 4-cü dövr əlavə yarımqrupundakı qrupunu müəyyənləşdirə bilmirəm. İndi, əgər p elektronları bütün elektronların 48%-ni təşkil edirsə, bu X atomunda P elektronlarının sayı 6 burada, 6 da burada. Cəmi 12 ədəddir. Əgər 12 ədəd elektron 48% təşkil edirsə, onda 100%, yəni bütün elektronlar neçə ədəddir? X olmuş olacaq. Buradan X bərabərdir 25 elektrona. Deməli, burada ümumilikdə 25 elektronumuz var. 4s2-yə kimi 20 elektron varsa, onda x-in yerinə 5 qoymalıyıq ki, cəmi 25 elektron olsun. Və cütləşməmiş, normal halda cütləşməmiş elektronların sayını tələb edir bizdən. D yarım səviyyəsində 5 orbital var və hərəsində 1 elektron olacağı üçün, 1 elektron yerləşəcəyi üçün ümumilikdə də 5 cütləşməmiş tək elektronu olmuş olacaq. Alüminium fluor və natrium OH verilib bizə reaksiyaya daxil olduğu maddə X. Alüminium hidrogenlə reaksiyaya daxil olmur, fluor oksigenlə reaksiyaya daxil olmur. Amonyak əsas xəstəli olduğu üçün natrium OH-la reaksiyaya daxil olmayacaq. Alüminium da dəmirlə reaksiyaya daxil olmur. Həmçinin dəmir natrium OH-la da reaksiyaya daxil olmayacaq. Doğru cavab burada kükürt olmuş olacaq. 18-ci sualda hansı ionlar məhlulda eyni zamanda ola bilməz deyilir. Eyni zamanda ola bilməz deyiləndə, yəni çöküntü əmələ gətirər deyilir. Nəzərdə tutulur ki, yəni bu ionlar məhlulda olsa çöküntü əmələ gətirər və onlar eyni anda məhlulda olmazlar. Gümüşlə fluor çöküntü əmələ gətirməyəcəklər. Gümüşlə nitrat ümumiyyətlə çöküntü əmələ gətirməyəcəklər. Maqnezium sulfat çöküntü deyil, mis sulfat da çöküntü deyil, amma maqnezium fluorid çöküntü olduğu üçün məhlulda eyni zamanda mövcud ola bilməz. 19-cu sualda dəmirin 2 valentli duzu, dəmirin deməli 3 valentli duzu sualı verilib. Dəmir X-lə 2 valentli duz əmələ gətirir, Y-lə 3 valentli duz əmələ gətirir. Dəmir qatı nitratla 3 valentli duz əmələ gətirəcək. Y variantı yanlışdır. Dəmir duru sulfatla 2 valentli duz əmələ gətirəcək. D variantı da yanlışdır.
Dəmir xlorla 2 valentli düzəminə gətirəcək. C variantda yanlışdır. Dəmir kükürlə 2 valentli düzəminə gətirəcək. A variantda yanlışdır. Doğru cavab 19-da B variantı olmuş olacaq. 20-də sink nitratın, sinkin daha doğrusu qatı nitrat turşusu ilə reaksiyası verilib. Sink nitrat X və NO2, X və su əmələ gəlir. Burada X bizə reduksiya məhsulu kimi NO olmuş olacaq. Çünki orta aktiv metalların qatı nitratla reaksiyasından reduksiya məhsulu kimi NO əmələ gəlir. Və X maddəsi üçün doğru ifadəni soruşur bizdən. Qonur rəngli qazlı xeyir. Çünki qonur rəngli qaz olan NO2-dir. Oksigenlə reaksiyası endotermik deyil, eksotermikdir. Azotun oksigenlə reaksiyası endotermikdir. Molekulu 3 atomludur, xeyr, 2 atomludur. Duz əmələ gətirməyən oksiddir. Bəli, su ilə 2 turşu əmələ gətirir, xeyr. Su ilə NO2 2 turşu əmələ gətirir. Hansı ionlar həm oksidləşdirici, həm də reduksiya edici xassəsə göstərir deyilir. Aralıq oksidləşmə dərəcəsi, yəni həm maksimum, həm yox, yəni maksimum və minimum oksidləşmə dərəcəsi arasındakı oksidləşmə dərəcələrini göstərən ionlar həm oksidləşdirici, həm də reduksiya edici ola bilərlər. Dəmir burada müsbət 2-dir və xrom müsbət 3 oksidləşmə dərəcələrinə malik olduğu üçün, yəni bu ionlar həm oksidləşdirici, həm də reduksiya edici ola bilərlər. Xlor minimum oksidləşmə dərəcəsindədir burada, -1-dədir, yəni yalnız reduksiya edici ola bilər. Alüminium maksimum oksidləşmə dərəcəsindədir, yalnız deməli oksidləşdirici ola bilər. Doğru cavab 1-2 olacaq. 22-ci sual hansı maddə ilə reaksiyada hidrogenin qatlığını 2 dəfə artırdıqda reaksiyanın sürəti 8 dəfə artır? Burada doğru cavab azotdur. Azotun hidrogenlə reaksiyasında azot 3 mol hidrogenlə reaksiyaya daxil olub 2 mol amonyak əmələ gətirir və hidrogenin qatlığını 2 dəfə artırdığımız zaman reaksiyanın sürəti 2 üstü 3, buradakı 3, buradakı əmsaldır. 2 üstü 3, yəni 8 dəfə artmış olacaq. Doğru cavab B variantı. 80 mol amonyakın artıq miqdarda karbon dioksidlə reaksiyasından neçə deməli, kiloqram karbamid gübrəsini almaq mümkündür. Reaksiyanı yazaq, daha sonra hesablamamızı aparaq. Deməli, amonyakın karbon qazı ilə reaksiyasından əmələ gəlir karbamid CO, NH, 2. Bir də su. Bu reaksiyada 2 mol amonyak daxil olur. 80 mol amonyakın artıq miqdarda karbon qazı ilə reaksiyasından neçə kiloqram soruşur bizdən karbamid əmələ gəlir. Görürəm ki, 2 mol amonyak reaksiyaya daxil olduğu zaman 60 qram, yəni 1 mol və yaxud da 60 qram əmələ gəlirsə, onda 80 molundan nə qədər əmələ gələr? 80 molundan deməli 2400 qram əmələ gələcək. Burada kiloqramla soruşduğuna görə bunu da 1000-ə böldüyümüz zaman 2,4 kiloqram karbamid gübrəsi alınmış olacaq. 24-cü sualda deyilir ki, CnH8 formullu bir maddə verilib bizə və onun kütləsi 27,2 qramdır. Karbonun mol miqdarı isə deməli 2 olaraq verilib. Bu necə yazacağıq? Əgər bu maddəndə karbonun mol sayı 2-dirsə, onda bunun kütləsi nə qədər olur? 27,2 qram olur, düzdür? Onda karbonun miqdarı, mol miqdarı n olanda, baxın buradakı n olanda, bunun kütləsi nə qədər olur? 12n, biraz çoxudu yazmışam. 12n plus 8 qram olmuş olacaq. 12n plus 8 qram hardan gəldi? Karbonun bir atomun kütləsi 12-dir. N dənəsi də 12n olmuş olacaq. Hidrogenin 1 8 isə 8-də 8 olmuş olacaq. Burada 2-ni tənasüblə hesabladığımız zaman 13,6 n bərabərdir 12 deməli n plus 8-ə 1,6 n bərabərdir 8, n də bərabərdir 5. N-in qiymətini soruşurdu bizdə. N-in qiyməti olacaq 5. 25-ci sualda alınan məhlulda kalium OH
kalium OH-ın kütlə payını deməli hesablayın deyilir. Okay. Alınan məhlulda kalium OH-ın kütlə payını hesablayın deyilir. Metal oksidlərinin su ilə reaksiyasında, aktiv metalların daha doğrusu, oksidlərinin su ilə reaksiyasından yalnız əsas əmələ gəlir. Yalnız deməli əsas əmələ gələcək. İndi reaksiyanı yazırıq. Kalium oksid daha doğrusu su ilə reaksiyaya daxil olduğu zaman əmələ gələcək kalium OH. Reaksiyadan qaz halında maddə ayrılmadığı üçün reaksiyaya nə əlavə ediriksə, qaba nə əlavə ediriksə, qabın kütləsinə o daxil olmuş olacaq. Yəni 353 qram suyun üzərinə 47 qram kalium oksid əlavə ediriksə, onda qabın ümumi kütləsi 400 qram olmuş olacaq. Yəni bunların ikisinin cəmi olmuş olacaq. Və qabda nə qədər kalium OH əmələ gəldiyini tapmalıyıq. Əgər kalium oksidin kütləsini də hesablayaq. Kalium oksidin kütləsi deməli 78-in üstünə 16 gəldiyimiz zaman 94 qram eləmiş olur. 94 qram kalium oksid reaksiyaya daxil olduğu zaman əgər 56 qram, yəni daha doğrusu əmsal gedəcək, 112 qram. 112 qram əgər deməli 112 qram əgər kalium OH əmələ gəlirsə, onda bizə verilən 47 qram kalium oksid reaksiyaya daxil olanda nə qədər kalium OH əmələ gələcək? X də bərabərdir buradan 56 qrama. Deməli 56 qram bizdə kalium OH var. Məhlulun ümumi kütləsi də 400 qramdır. Ona 56-nın 400-ün neçə faizini təşkil etdiyini tapmalıyıq. 400-də 56 vurulsun 100. Bu da bərabərdir 14% olacaq kalium OH-ın kütlə payı. 26-cı sualda deməli nəyi soruşur bizdən? Halogen ionlarının gümüşlə əmələ gətirdiyi çöküntülərin rəngi deməli verilib. Deməli Y burada xlor olacaq, çünki gümüş xlorid ağ rənglidir, gümüş bromid sarımtıl rənglidir, gümüş yodid də sarı rənglidir. X, yəni yod su ilə reaksiyaya daxil olmayacaq. Deməli, xlor kükürdlə reaksiyaya daxil olur. Z, brom deməli yodu çıxarır, doğrudur. Daha sonra yod xloru duzundan sıxışdırıb çıxarmır. Doğru cavab burada 2-3 olmuş olacaq. Birli amin, ikili amin, üçlü amin və uyğunluğu müəyyən etmək tələb olunur. Dimetil amin deməli ikili aminlərə aiddir. Fenilamin birli amindir. Trimetilamin üçlü amindir. Dimetil etilamin yenə üçlü amindir. İzopropil amin isə deməli birli aminlərə daxildir. 28, 29 və 30-cu suallar yazılı sualların yazı tələbindən yazı suallarıdır. Alkin molekulunda hidrogen atomlarının sayı 6-ya bərabərdir. Metil qruplarının sayı 2-yə bərabərdir. Alkinin quruluş formulunu və səmərəli üsulla adını müəyyənləşdirək. Hər şeydən əvvəl bilirik ki, alkin molekulunda bir dənə 3 qat rabitəmiz var. Və hidrogen atomları, metil qruplarının sayını da yazaq. Metil qruplarının sayı 2 ədəddirsə, 1 metil qrupunu bura, 1 metil qrupunu da buraya yazıram. Bu zaman verilən şərt ödənir. 6 hidrogen atomu olmuş olacaq. Eyni zamanda da 2 metil qrupu olmuş olacaq. Bu quruluş formulunu yazırıq. Bu birinci şərtin cavabıdır. Və səmərəli üsul adı da, deməli, səmərəli üsulda biz alkinlərə asetilinin törəməsi kimi baxdığımız üçün burada dimetil asetilin şəklində adlandırmış olacağıq. Fosfinin tam yanma reaksiyasının tənliyini yazın və əmsallaşdırın deyilir 29-da. Fosfinin formulu pH3-dür. pH3-ün tam yanmasından deməli bizdə əmələ gələcək P2O5, yəni fosfor 5 oksid əmələ gələcək. Bir də su yaranır. Burada əmsalları birinci şərtdə reaksiyanın tənliyini soruşduğu üçün olduğu kimi bunu yazırıq. İkincidə isə reaksiyanı köçürürük təzədən və əmsallaşdırırıq. pH3 plus oksigen əmələ gələcək
P2O5 plus su. Burada 2, 3 və 4 şəkildə əmsalları yerləşdiririk. Yəni, doğru cavab bu şəkildə olmuş olacaq. 30-cu sual, deməli, reaksiyadan alınan duzun formulunu yazın və onun kütləsini qramla hesablayın deyilir. Natrium OH-ın H3PO4 ilə reaksiyası bizə verilib. Qablarda maddələr qarışdırılır. Natrium OH bir turşulu, ortofosfat turşusu isə deməli 3 əsaslı turşudur. Natrium OH bir turşulu əsaslı daha doğrusu. Deməli, natrium OH-ın H3PO4 ilə olan reaksiyasını yazıram. Reaksiyadan hansı duzun alındığını bilmirəm. Ona görə də necə başlayıram prosesə? İlk öncə bizə verilən rəqəmlərdən başlayırıq. Bizə hər bir maddənin, reaksiyaya daxil olan maddələrin qatlıqları və həcmləri verilib. 400 ml 2 mol qatılıqlı, 2 m qatılıqlı natrium OH məhlulunun molunu tapmalıyıq. Onun üçün də qatılığın dusturundan C bərabərdir nü bölünsün V dusturundan nünü tapmalıyam. Buradan nü bərabərdir CV olmuş olacaq. Bizə millilitrlə verib, amma biz bunu litrə çevirməliyik. 0,4 litr, 0,2 litr. İndi hər birinin molunu ayrı-ayrılıqda altına yazaq. Natrium OH 0,4-ün 2-yə olan hasili, yəni 0,8 moldur. H3PO4 0,2-nin 2-yə olan hasili, yəni 0,4 moldur. Bunlar 2-nin 1-ə nisbətində reaksiyaya daxil olduğu üçün 0,8-in 0,4-ə və yaxud da 2-nin 1-ə nisbətində reaksiyaya daxil olduğu üçün buradan hidroduz əmələ gələcək. Yəni natrium HPO4 plus 2 mol su. Əgər 0,4 mol ortofosfat turşusu reaksiyaya daxil olsa, elə 0,4 molda natrium hidroortofosfat əmələ gələcək. Bunun da kütləsini hesabladığımız zaman deməli, ümumi kütləni natrium hidroortofosfatın kütləsini tapıb 0,4-ə vurmalıyıq. Onun da hesab edilmişsə cavabı 56,8 qram eləmiş olacaq. 30-cu sualın da axırda qramla soruşduğuna görə 56,8 qram alınmış olacaq. Belə, sualların izahı bu qədər. Ümid edirəm hər birinizə faydalı oldu. Uğurlar.